Salam uşaqlar. Bugünkü dərsimiz Teymurilər dövləti ilə bağlıdır. Başlayaq dərsə. Teymurilər dövləti 1370 və 1507-ci illərdə var olmuş dövlətdir. Yaradıcısı Əmir Teymur, mövcud olduğu dövr, bayaq dediyim 1370-1507. Paytaxtı Səmərqənd və Herat. Ərazisi isə ən böyük, ən geniş vaxtlarında Qobi səhrasından Balkan yarımadasına qədər uzanırdı. Çağatay ulusundan bəhs eləyək. Çağatay ulusu nə idi? Teymur deyəndə Çingizxanın dövründə, yəni ölməmişdən əvvəl o öz ərazilərini 4 ulusa bölmüşdü. Bunlardan biri də Çağatay ulusuydu. Mövcudluğu dövrü 1227-dən, yəni Çingizin ölümündən sonra 1370-ci ilə qədər mövcud olmuş və 1370-ci ildə Teymurilər dövlətinin əsası qoyulmuşdur. Çingizxan vəsətinə əsasən yaradılan Monqol uluslarından biri idi. Mərkəzi Asiyanın bir hissəsini Xarəzm və Mavarönnəhər əhatə edirdi. Monqol dövlətinin parçalamasından sonra müstəqil fəaliyyət göstərdi və digər Monqol ulusundan fərqli olaraq, bunu daima yadda saxlayın, Monqol ulusları əhatəsində qaldığı üçün geniş işğalçı siyasəti həyata keçirilə bilməmişdi və daxili çəkişmələr sərt olmuşdu bu ulusda. Daha sonra baxaq, deyir 14-cü əsrin ortalarında Monqolistan və Mavarönnəhər dövlətlərinə parçalandı. Onlar bir-birlərinin mübarizə apardı və mübarizələr gah bu tərəf, gah o tərəfin döyüşlərində iştirak edirdi və Teymurun sərkərdəlik və sərkərdə kimi yetişməsində mühüm rol oynamışdır bu müharibələr. Daha sonra Teymurun yüksəlişinə baxaq. Deməli, Teymur gəncliyində hərb işlərini yaxşı öyrənmək üçün Çağatay ulusunun Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmətə başlamış, onun mühüm əməliyyatlarını həyata keçirmiş və düşmənin məğlub edilməsində böyük, əvəzsiz xidmətlər göstərmişdi. Bu xidmətlərinə görə Əmir Qazanın hörmətini qazanmış və mükafatlandırılmışdı. Teymurun hərbi və siyasi bacarıqları onun Mərkəzi Asiyanın ən güclü hökmdarlarından birinə çevrilmiş və Teymurun dövlətinin əsasını daha sonra qoymuşdu və bu dövlət 1370 və 1507-ci ildə mövcud olmuş geniş ərazilərə sahib olmuşdur. Əmir Qazanın ölümündən sonra hakimiyyətə gələn oğlu Əmir Hüseyn də atası kimi Teymurun bacarığından istifadə etmək üçün ittifaqa girdi. Teymur Hüseynlə münasibətləri daha da möhkəmləndirmək üçün onun bacısı ilə hətta evləndi. Və 1365-ci ildə Teymuru və Əmir Hüseynin birləşmiş qüvvələri Mavarönnəhərdə Çağatay hakimi Toğrul Teymuru üzərinə hücum edirlər və onu məğlub etsələr də, yəni hücum etsələr də məğlub olurlar. Bu zaman İranda və Mərkəzi Asiyada mövcud olan Sərbədarilər üsyanı qalxdı. Sərbədarilər üsyanı haqqında məlumat verək. Sərbədarilər üsyanı 1365 və 1366-cı illəri əhatə edən bir üsyandır. Sözün mənası boğazdan dara çəkilən deməkdir. Mərkəzi Asiya və İranda Monqol hissəsinə qarşı azadlıq mübarizəsi idi və 1365-ci ildə Monqol zülmünə qarşı baş vermiş azadlıq hərəkatı iştirakçıları əsasını sənətkarlar təşkil edir. Mərkəzi Asiyada və İranda geniş yayılmışdır. Üsyançılar Monqolları Səmərqənddən qovmuş və şəhərə hücum zamanı Çağatay hakiminin küçə döyüşlərlə məğlub etmiş, hakimiyyətini Mavarönnəhərə yaymışlar. 1366-cı Əmir Hüseyn və Teymurun böyük bacarıqları və öz gördükləri tədbirlər nəticəsində Nenilər bu üsyanı 1366-da yatırırlar. İndi baxaq Teymurlar dövlətinin yaranmasına. Əmir Teymur deməksə Əmir Hüseyn və Teymur Sərbədarilər üsyanını yatırdıktan sonra tək başına hakim olmaq istəyi də bunlar arasında mübarizəyə gətirib çıxartdı və bunları düşmən etdi bir-birinə. Və bu mübarizədə Teymur qələbə qazanaraq 1370-ci ildə Teymurlar dövlətinin əsasını qoydu. Çingizxanın soyundan olmadığı üçün Teymur yalnız fətlərdən sonra özünü Turan, yəni Türkistan qədim adı və Turan sultanı titulunu qəbul etmişdi. Əmir Teymurun hərbi yürüşlərinə baxaq. Türk sultanı böyük fətihləri onu əsas məqsədi isə güclü dövlət yaratmaq və feodal dağlardan qaldırmaq idi və bunun üçün də çoxlu yürüşlər edəcək, bunu görəcək və bu qənimətlər vasitəsilə ordusunu da saxlaya bilirdi. Və indi baxaq 14-cü əsrin 70-ci ildə Əmir Teymur bütün Mərkəzi Asiyanı ələ keçirdir. Xarəzm tabir edilməsi isə 14-cü əsrin sonlarına qədər ləngiyir. Əmir Teymur bundan sonra əsas diqqətini İrana yönəldir və 1385 və 88-ci illərə əhatə edilən 3 illik yürüş və bu yürüş nəticəsində İran, Ərəb İraqı, Cənubi Qafqaz fəth edildi. Bir çox Anadolu hakimləri öz hakimiyyətini tanımağa məcbur etdi və Hələb və Şam şəhərləri ələ keçirildi. Toxtamış xanla münaqişə yaşayır. 1387 və 95-ci ilə əhatə edilir bu münaqişə. Əmir Teymur Toxtamış xanın Qızıl Ordu dövlətinə hakimiyyətə gəlməsinə kömək etsə də Qafqazın və indiki Qazaxıstanın bir hissəsi Teymura tabe edilməsində Toxtamış xanı narahat edirdi və Toxtamış xan iddia edir ki, bu ərazilər Çingizxanın vəziyyətinə görə Qızıl Orda xanlığına məxsusdur. O münaqişə dediyimiz kimi 1387 və 1395-ci il müharibələrə səbəb oldu və 1395-ci Terekçay sahilində baş vermiş hərbi döyüş nəticəsində
Əmir Teymur Toxtamış xanı ağır mənəvətə uğratdı. Toxtamış xan döyüş meydanından qaçsa Əmir Teymur saray bərçəni tutub dağıtdı. Qızıl Orduya Şərq vilayəti və öz dövlətinə qatdı hətta. Yəni saray bərçəsi, Saraybat və Qızıl Ordu dövləti haqqında yəni YouTube kanalımızda var dərslər. Ona qulaq asa bilərsiniz. Və bundan sonra da dedik ki, Qızıl Ordu bir daha bərpa oluna bilmədi və parçalanmağa başladı. Bu hadisə Moskva knyazlığının yüksəlməsinə böyük şərait yaratdı. Hindistana yürüşünə baxın 1398-ci ildə Hindistana yürüş edir. Hindistanın zəngin sərvətini ələ keçirmək idi məqsədi və Hindistanı işğal edib Delhi sultanlığına tabe etmək istəyirdi. Əmir Teymurun Kiçik Asiyaya yürüşünün səbəblərinə baxaq. 1403-cü ildə Kiçik Asiyaya yürüş edəcək. Kiçik Asiyadakı bəzi hakimlərin Osmanlılara qarşı üsyan etməsi və Teymuru kömək istəməsi, əvvəllər məğlub etdiyi Qaraqoyunlu Qara Yusufun və Cəlaliri Sultanı Əhmədin Osmanlı Sultanı İldırım Bəyazə sığınması və ona qarşı mübarizə üçün Teymurdan yardım istəməsi və Əmir Teymurun ön Asiyanın mühüm ticari mərkəzlərinə sahib olmaq istəyi Anadolu yürüşünün əsas səbəblərindən idi. Və 1403-cü ildəki Ankara döyüşü və nəticələrinə baxsaq, Osmanlı Sultanı əsas diqqətini Konstantinopol fəthinə yönəltsə də, ön Asiyanın ticarət manipulyasiyası Teymurun nəzarətinə keçməsindən narahatdır və 1403-cü ildə Ankara döyüşündə Əmir Teymur Hindistanın gətirdiyi döyüş filləri həlledici rol oynadı. Əmir Teymur qələbə qazandı və İldırım Bəyazıtı əsir aldı. Bu qələbə ilə Türk-Müsəlman dünyası Teymurun ciddi rəqibi qalmadı. Döyüş Osmanlıların Avropa doğru eləməsini dayandırdı. Hətta bəzi qaynaqlarda bu 50 il gecikmənin bir nəticəsi olaraq deyilir. Avropa bir müddət Osmanlı təhlükəsindən xilas oldu. Teymurun Çin yürüşü və vəfatı Ankara döyüşündən sonra Teymur Çinə yürüş hazırlıqlarına başladı. Lakin 1405-ci ildə yürüş çıxmazdan əvvəl vəfat etdi və Səmərqənddə dəfn edildi. Beləliklə Teymurun Çin yürüşü baş tutmadı. Teymurun dövlətin ərazisinə diqqət etsək, şərqdə Qobi səhrası, qərbdə Anadolu, Aralıq dənizi və Balkan ərazisində geniş ərazilər, cənubda Hindistan və İran körfəzi və Qafqaz dağlarında geniş əraziləri əhatə edirdi. Əmir Teymur daxilçəsinə baxsaq, Teymurun müharibələri Çingiz xanın kimi amansız olsa da iqtisadi məqsədlər də güdürdü. İnkişaf, yəni iqtisadi inkişafa diqqət etsək nəyə deyir? Fəth etdiyi ölkələrdə çox ölkələrdən dövlətinə gətirilirdi və ticari yollar nəzarəti Asiyadan Avropaya gedən ticari yollar əlinə keçməsi, yəni bunun fərqli cəhətləri idi. Yəni əsasən nəzarətin Asiyadan Avropaya gedən ticari yolların ələ keçirilməsi idi və Avropa ticari əlaqələri, yəni Səmərqəndin Avropa-Asiya ticari yolunun mühüm rolunu artırmaq idi. Yəni Səmərqənd paytaxt idi. Əsas yəni ticari yolun buradan keçməsini təmin etmək istəyirdi və onun fətləri böyük İpək yolunun uzanmasına şərait yaratdı. Daha sonra dini siyasətinə baxaq. Teymurun İslam dininin nüfuzunu artırmaq üçün müsəlman ruhanilərdən istifadə edirdi. Səmərqəndin Türk İslam dünyasının mədəniyyət mərkəzi çevirmək üçün fəth etdiyi ölkələrdən alimlər və sənətkarlar gətirilirdi. Daha sonra Teymurun qanunları və idarəetmə sisteminə baxaq. Qanunlar toplusu hazırlatmışdı, müxtəlif din və dinlərdən olan xalqları etmək üçün yaradılmışdı. Əsas ideyası ölkənin qılıncı alınır, lakin ədalət idarə olunur deyə bir prinsipi var idi. İnzibati bölgüsünə baxaq, dövlət uluslara, yəni vilayətlərə bölünürdü. Hər bir vilayət isə valilər idarə edirdi. Valilərin vəzifələri nə idi? Ordu toplamaq, dövlətə vergi vermək və verginin yığılmasına nəzarət etmək idi. Mədəniyyət və elmə dəstəyə baxsaq, Teymur elm və mədəniyyətin inkişafına mühüm əhəmiyyət verirdi. Səmərqənddə mədrəsələr, kitabxanalar, abidələr tikdirib şəhərin elm mərkəzinə çevirirdi hətta. Onun varisləri dövründə Teymurlu intibahı, mədəni hərəkatın əsası qoyulmuşdu. İndi Teymurdan sonra hakimiyyətə gələn Şahruğa baxaq. 1409-cu ildə 1447-yə qədər, yəni 1405 və 1405-də Teymur vəfat edir və 1404 il ərzində hakimiyyətsizlik olur, yəni burada daxil çəkişmə gedir və 1409-cu ildə Şahrux hakimiyyətə əl alır. Daha sonra paytaxt Səmərqənddən Herata köçürülür. Dövlətin iqtisadi vəziyyəti yaxşılaşdırılır. Qaraqoyun dövləti Asvəzdə salınır 1436 və 1447-ci ildə. Osmanlı və Qızıl Ordu dövləti ilə sülh münasibətləri qurulur. Çində daxil olmaqla müxtəlif ölkəyə ticari əlaqələr genişlənir. Teymurlu intifası zirvəyə çatır. Səmərqənd və Herat dünyanın ən nüfuzlu mədəniyyət mərkəzinə çevrilir. Atası Teymurdan fərqli olaraq hərbi fətlərə elə də mühüm əhəmiyyət vermir və daha çox elm və mədəniyyət tikinti işləri ilə məşğul olur. Yəni bir sözlə mədəniyyətlə və inkişafla, yəni elmi inkişafla məşğul olur. Ondan sonra hakimiyyətə gəlir 1447 və 1449-cu ildə Uluq bəy. Hökmdar olmaqla yanaşı dövrün ən məşhur astronomu idi. Dövlətin mədəni həyatına daha çox diqqət etirdi. Osmanlı dövləti ilə münasibətləri də mədəni əlaqələr üstünlüyü təşkil edirdi. Siyasi bacarığı zəif olduğundan uzun müddət hakimiyyətdə qala bilmədi. Və
İndi baxacaq Şeybani xanın yüksəlişinə. Şeybani xanlığı Mərkəzi Asiyada Şeybani xanlığı Teymurların daxil çəkməsi istifadə edərək Buxara və Səmərqədə ələ götürdü. Nəticədə Teymur Əzərin bir hissəsini itirdi və yalnız Xorasanda məhdudlaşdı. Daha sonra baxacaq və Əbu Səidin hakimiyyət dövrü. Biz dedik ki, 1449-da hakimiyyətdən gedir Uluq bəy və hakimiyyət uğrunda mübarizə 2 il davam edir. 1451-ci ildə Əbu Səid hakimiyyəti ələ alır 1469-a qədər. Qaraqoyun Cahanşahla diplomatik əlaqələr qurur. Azərbaycana yürüş etsə də Ağqoyunlu Zörəsən tərəfindən Muğanı mühasirəyə alınaraq məğlub edildi və öldürüldü. Ondan sonra bir il sonra Hüseyin Bayqara hakimiyyətə gəlir 1470 və 1505-ci illərdə Teymurların son güclü hökmdarı olur. İtirilmiş torpaqların bir qismi geri qaytarılır və dövlətin nüfuzunu bərpa edir. Lakin daxil çəkişmələr, xarici təhlükələr Şeybanlar, Ağqoyunlular, yəni əsasən Şeybanlar və Ağqoyunlular dövləti zəiflətdi. Teymur dövlətinin süqutuna baxaq. 1507-ci ildə süqut edir. İranda Oğuz tayfalarının, yəni Ağqoyunlu, Qaraqoyunlu və s. yüksəlişləri, Mərkəzi Asiyada Şeybani xanlığının genişlənməsi və 1507-ci ildə Teymur dövləti tamamilə süqut etdi. Bununla Teymur dövləti Əmir Teymur ölümündən sonra daxili xırçaşlar və xarici təzyiqlər nəticəsində tədricən zəiflədi və elm mədəniyyətin uğurlarına baxmayaraq siyasi birlik qoruna bilmədi. 16-cı əsrin əvvəlində tarix səhnəsindən çəkildi. Yəni 1507-ci ildə Şeybani xanlığı tərəfindən süquta uğradılır. İndi xəritədə Teymur dövlətinə baxaq. Xəritədə bu barədə bir məlumat verək. Deməli, deyək, Teymur dövlətinin ərazisi bax gördüyümüzdür. Hətta ərazisi genişlənir, bax buralara qədər, bu hissələrə qədər genişlənir əraziləri. Hətta Balkan yarımadasına qədər. Biz bayaq burada dedik, müəyyən dövrlərdə. Hətta Qobi səhrasına qədər, İran körfəzi və biz bayaq dedik ki, Hindistan bəzi əraziləri və yuxarıda isə Xəzər dənizi və Aral dənizi ətrafı ərazilər biz dedik ki, Teymurilər dövlətinin ərazisi sayılırdı. 2 paytaxtı var idi. Paytaxtlarından birisi Səmərqənd, yəni Əmir Teymurun dövründən ta ki Şahruğa qədər Səmərqənd olub. Yəni 1370-dən 1409-a kimi olur Şahruğun dövründə paytaxt və ta ki 1409-dan 1507-yə kimi isə paytaxt Herat olur. Yəni Şahruxdan başlayaraq paytaxt Herat olur. Herat isə buradadır. Biz Azərbaycan tarixində sintez keçəcəyik. Biz onu Herat Qaraqoyunlar tərəfindən tutulur və orada hətta müqavilə də bağlanır. Teymur dövləti haqqında məlumatımız bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Sualınız olsa qeyd edərsiniz.